Hər kəs salam, mən Murad İslamzadə. Bugünkü daşımızda diskopaç trezorda yerinə yetirəcəkdir və bu aş praktiki məsələləri yerinə yetirəcək. Birinci olaraq standart və ekstendli ACL-lərini yaratmaq, ikinci trafikə icazə və məhdudlərin tətbiqi, router üzərində ACL-lərin interfeysləri tətbiqi, ACL-lərlə təhlükəsizlik siyasətlərinin konfigurasiyası və son olaraq trafik filtrlənmə prosesləri. Bunları yerinə yetirmək üçün diskopaç trezorda bizə lazım olan cihazlar bir ədəd router, məsələn 2911 modelindən 3 ədəd switch 2960 modeli olsun, standart olaraq bir ədəd server, generik server və hər switchə qoşulmuş 5 ədəd PC, yəni ümumi olaraq 15 ədəd PC istifadə edəcəyik. İlk olaraq şəbəkə topologiyasını qurmaqla başlaya bilərik. Birinci olaraq məsələn DHCP serverdən Enterprise yerindən bir ədəd server qoyaq. Məsələn adını da DHCP yazaq. Server olaraq qeyd edək. Sonra router istəsə bir də 2911 router qoyaq. Sonra onun üçün aşağısında da 3 dənə switchdən istifadə edək. Hamısına da bir ədəd PC yerləşdirək. 5 ədəddən. Bunu biraz uzaqlaşdıraq. Biraz aralı məsafələrlə qoyaq. Quraşdırma prosesini yerinə yetirmək üçün məsələn normal stretch kabeldən istifadə edəsə, routerda 3 ədəd gigabit Ethernet 0.01.02 var. Amma DHCP serverinə qoşmaq üçün fast Ethernet 0 var. Mən DHCP-ni routerla qoşmaq üçün fast Ethernetdən də istifadə etmək istəyirəm deyə içərisinə daxil oluruq. Burada routeri söndürürük. Bunun üçün Hivits 4T modundan 4T olmadığı üçün məsələn 2T modundan əlavə edə bilərik və yaxud da Hivits 8A ola bilər. Taxtdan sonra söndürək. Seriallar var. Bir dəqiqə digərlərini də əlavə edək. Digər modullardan da əlavə elədim. Məsələn, BGSP falan hamısının özünə xas modullarını, portları əlavə elədik. DHCP serverinə məsələn fast Etherneti bağlamaq üçün bunu da 0.1.0 olsun. 0.1.0 ilə bağlayaq. Sonra routerin özündən məsələn switch 1-ə qoşan zaman 0.0-dən istifadə edək. Bunun üçün də bağlayaq yenə bundan. 0.1 olsun. Bunda da 0.1 olsun. İkidən istifadə edək hamısını. Hər switchə 5 ədəd PC bağladıqdan sonra hər birinə IP adresi təyin etmək, subnet mask və default gateway-lərini təyin edəcəyəm. Şəbəkə topologiyası artıq hazırdır hər biri üçün. Belə aralı formada edək. Aha. Routerın məsələn istifadə edəcəyimiz gigabit 00-dan IPv4 adresi verək. Məsələn 192.168 ilə verək. 1.1 verək. Özü versin. Sonra 0.1 üçün məsələn 192.168 2.1 verək. Üçünü 192.168 3.1 verək.
Fas edenin 0103'ün zaten vermeye ehtiyac qalmır. Sonra bir de server üçün də təyin edək. Fas edenin 0'da. Buna da 192.168 10 verək. Subnet mask belə olsun. Default gateway deyək. Default gateway də 192.168 10.1 olsun. DNS server də standart olaraq 888 edək. Yetərlidir. Sonra hər bir PC üçün də edək məncə. PC üçün də məsələn switch 0'ında PC 1'də fas edirnet 1.2 belə olsun. Sırayla edək. Olsun, belə olsun. 1.4 olsun. 1.5 bir də 1.6. Bu şəbəkə birinci topologiyası üçün elədik. İkinci o bir PC-lərə, məsələn bunları da olsun. 2.2'dən başlayaq. Sonra 2.3, 2.4. Sonra keçək over PC-lərə, məsələn config üçün. Bunun da 3-cü şəbəkədə də bu dəfə 3.2'dən başlayaq. Buna da 3.5 və 3.6. Hər birinə IP adreslərini təyin elədik. Artıq hazır vəziyyətdədir. Konfigurasiya hissələrinə keçək. İndi router serial versiyasına daxil olaq. Çıxsın hər şeydə. Enable modundadır zaten. Private access moduna keçirik. Sonra configure terminal computer yazsaq global konfigurasiya moduna keçirik. Interface konfigurasiyasını yeni edirək. Interface gigabit ethernet yazmaya ehtiyac yoxdur. 00 yazsam məncə başa düşəcək. IP adres təyin edək. 192.168 255 255 255 0. IP adresdə interface IP və subnet mask təyin etmək üçün istifadə edilir. Non-shutdown yazacağıq. Non-shutdown əmri ilə də bildiyimiz kimi interface aktiv etmək üçün istifadə olunur. X deyək bu interfacedən çıxaq. Sonraki interface keçək. Interface aktiv vəziyyəti salmağa çalışaq. Bunun üçün 0/1 yazaq. Bunda da IP adresi təyin edək. 92 168 2.1 subnet maskada 24 /24'də no shutdown deyərək yenə aktiv vəziyyəti salırıq. X deyək. Çıxaq. Sonra şəbəkə 3 üçün, yəni 3-cü switch üçün yerinə yetiririk buradakı. Bu üçün də yerinə yetirək. Interface G02 IP adresi təyin edək. 3.1 255 255 subnet maskı yenə belə təyin etdik. No shutdown deyək. X-də çıxaq. Aha, burada da əlaqəni gördünüz ki, yaşıl vəziyyətdə olduğunu göstərir. Bir də server şəbəkəsi üçün aktiv edək. Zaten aktivdir, yenə də onun üçün IP adres təyin etmək üçün istifadə edəcəm. Fast Ethernet neçə idi bunda istifadə edəndə? 0/1 idi də səhv eləmirəmsə. Baxaq. Aha, 010-dan eləmişdik.
Aha, deyə daxil olduq. 010 IP adresini verək. 10.1 veri server üçün sabret maskıda normal 255.255.0 Navşatdan deyək. DHCP konfigurasiyasını yerinə yetirir. DHCP konfigurasiyası etmək üçün DHCP pool qurulması, routerda yerinə yetiririk, yenə bunu yetirəcəyik. İlk olaraq IP DHCP pool network 1. Bu IP DHCP pool yeni bir DHCP pool yaratmaq üçün istifadə olunur. Sonra network əmri ilə də DHCP-nin paylayacağı şəbəkəni təyin edəcəyik. Məsələn, network IP adres verərək və subnet maskını verərək 192.168.1.0 yazaq. 255.255.255.0 verdik. Dediyimiz kimi DHCP-nin paylayacağı şəbəkə təyin edəcəyik. Default routerla da klientlərə göstərəcək gateway ünvanını təyin edəcəyik. Default gateway yazaq. Bunun üçün 192.168.1.1 yazaq məsələn. Klientlərə göndərəcək gateway ünvanını verdik. 192.168.1.1 DNS serverində verək. Server. Bunun üçün də 888 verək. DNS server üçün ünvanı da təyin elədik. X-deyə çıxaq. Şəbəkə üçün DHCP pool yerinə yetirək. Buradakı əmrlə eyni. Network 2 məsələn. Network 2 verdik. Ondan sonra əvvəlkinə bir dəqiqə daxil olaq, buradakine bir də. Səhv əmr kopyalandı. Burada biz orada yuxarıda default router yazmalıyıq. DHCP klientlərə göndərəcək gateway seçmək üçün. Burada xəta baş vermişdi. Default gateway yazanda router vasitəsilə yerinə yetirək. Əmri keçərli olmadığına görə default router 92.168.1.1 Aha. Bu əmrlə də DHCP klientlərinə göndərəcək gateway elədik. Ondan sonra exit yazaq. Bu dəfəki IP DHCP pool network 2 ilə daxil olaq. Network üçün poolun qurulması üçün. Bunun üçün də network 192.168 yazaq. 168 2.1 demişdik. DNS server. Burada subnet maskı yazmadım. 255.255.255.0 Ondan sonra default router təyin edək. Yenə DHCP klientlərinə göndərəcək gateway üçün bu əmrdən istifadə edilir. Bunun üçün 192.168.2.1 IPv4 adresini vermişdik. DNS serverdə yazaq. X-deyə çıxaq. Bir də şəbəkə 3 üçün edək. IP DHCP pool adında network 3 yazaq. Yeni IPv4 adresini təyin edirik. Network əmrini 168 bu dəfə 3.0 Yox, 3 nöqtə necə yazmışdı bunu? 2.1 yazaq bu dəfə. 255.255.255.0 Aha. Sonra default router əmri ilə də 192.168 3.1 Aha. Sonra DNS serverini təyin edək. X-deyə çıxaq. Aha. Biz DHCP pool qurulmasını yeni yetirdik. DHCP konfigurasiyası. Sonra DHCP konfigurasiyasında DHCP xidmətə aktiv edilməsi var. Bunun üçün də service DHCP əmrindən istifadə edəcəyik.
Bu əmr routerdə DHCP xidmətini aktiv eləmək üçün istifadə olunur. Exit deyə çıxaq bu private exe modundan qayıtmaq üçün. Bizim bir də tapşırığımız var idi. Standart və extended ACL-ləri yaratmaq. Yəni ümumiyyətlə tapşırığımız girişə nəzarət siyahıları, yəni ACL və trafiklərə nəzarət filtrasiya. ACL də girişə nəzarət, yəni hər bildiyimiz kimi mövzunun belə deyim, hər insanın sadəcə səlahiyyətli şəxslər tərəfindən içəriyə daxil olmasını təyin edir. Yəni girişə nəzarət təmin edir. ACL konfigurasiyası standart ACL yaratması. Bunun üçün yenə konfigurasiya terminal moduna keçirik. Access list yazaq. List on DNI 192.168 3.1 sadəcə şəbəkə 3 üçün eləyirəm məsələn bunu. Subnet maskını wild mask yerinə yetirəcəm bu dəfə 255. Aha, bu access list burada 10 yazmışam. Bu 1-dən 99 arasına qədər standart ACL şəbəkə əsaslığını eləmək üçündür. DNI qadağan etmək əmrinin üçündür. Bu bütöv IPv4 adresi və build maskdan istifadə edir. Bu bütün 192.168 3.1-dən 24, yəni subnet mask /24 şəbəkəsi üçün. Bu bildiyimiz kimi build maskdır. Subnet maskın əksinəsidir. Son oktetə artıq nəzərə alınmır, yəni 255. Ondan sonra access list əmrində on permit any yazacağım. Bu əmrdə permit any gördük. Permit any isə qalan bütün trafikə icazəni vermək üçün istifadə olunur. Əhəmiyyəti də odur ki, yəni ACL-də, yəni girişə nəzarət siyahılarında son sətirdə implicant denial olduğunu göstərmək üçündür. Bir də dedi ki, standart və extended ACL-nin yaratması standart dedi. Extended ACL-nin yaratması xüsusi trafikə nəzarət rejimində. Bunun üçün access listdən yəni istifadə edəcəyik. List 110 permit. 110 yazmamın səbəbi odur ki, 199 arası extended ACL dəqiq nəzarəti yerinə yetirmək üçündür. TCP yazaq, niyə qoyaq? 192, 168 1.0 deyək. Yaxşı, 1. necə demişdik biz birinci routerdən? 1.1 000 white maskdan istifadə edirik. Host 192.168 nə idi birinci? Serverimizin IPv4 adresində 80. Aha. Permit TCP bu əmrdə permit any yox. Bu dəfə permit any dediyi hamısının üçündür. Permit TCP isə sadəcə TCP trafikinə icazə vermək üçündür. Any isə qalan bütün trafikə icazə vermək üçündür demişdik. Burada 192.168-dən subnet mask yox, wild mask, yəni mənbə şəbəkə olaraq təyin elədik. Host 192.168.10.10 isə təyin olmuş host, yəni DHCP serverimizin ünvanını göstəririk. X80-dəki port 80 olduğunu, yəni HTTP xidmətinin 80 olduğunu bildik. Onu təyin elədik. Sonra access list yazaq. 110 DNI. Bu dəfə isə DNI vasitəsilə qadağan edirik. TCP yenə xidmət üçün 192.168 2.1 000 255 hostunu isə 192.168 DHCP serverin IPv4 adresini deyirik. 21 olsun. 21 isə bizdə portlardan olan FTP port xidmətin portu 21 port nömrəsi, HTTP2 isə dediyimiz kimi 80 idi. DNI ilə də qadağan etmək əmrini yetirdik. Bir də ki, access list yenə yazaq. Bu dəfəki əmrinizin məqsədi isə digər bütün trafiklərini bloklamaq üçün access list 110 yazaq. Permit IP any. Permit IP any isə qalan bütün IP trafikinə icazə. Əgər bu sətir olmasaydı, yazmasaydı, access 110 permit yazsaydı, bu sətir olmasa digər bütün trafiklər bloklanacaqdı. Bundan sonra sonraki tapşırığımız üçüncü nə idi? Router üzərində ACL-lərinə interfeyslərə tətbiqi. Burada isə standart ACL tətbiqi şəbəkə 3 girişində. Yenə router əmrini üzərində eləyirik. Bunun üçün məsələn interfeys gigabit 02-yə daxil olaq. İnterfeysinə IP access group yazacağım. Group 10
IP Access Group əmri vasitəsilə, bu əmr vasitəsilə ACL-ni interfeysi tətbiq etmək əmri üçün istifadə olunur. Onun rəqəmi ACL-nin nömrəsi, yəni girişə səlahiyyətlər nəzarəti, icazələr nəzarəti, in isə gələn, yəni inbound qısası, inbound ingilis sözündə əmrinin gələn trafikə tətbiq əmri üçün istifadə olunur. X deyərək çıxaq. Bu standart ACL tətbiqi üçün şəbəkə 3 girişinə, yəni bunda bildiyimiz ki 02 Ethernetdən istifadə eləmişdik. Qabitin. Extended ACL tətbiqində isə məsələn bunun üçün interface fa nə idi? 010 idi. Səfərimizi belə bu əmrlə girmiş interfeysə. Bunun üçün də IP access, yəni qrup yazacağam. 110 in yazacağam bu dəfə. Bu isə serverə gələn bütün trafikə Extended ACL tətbiqi üçün istifadə etdiyi bu əmrdən. XTX deyək. Çıxaq artıq bu konfigurasiyadan. Biz indi DCP konfigurasiyasını iyilə etmişik. DCP testini eləmək üçün hər PC-də desktopdan girək ilk olaraq. Məsələn, PC0. Desktopda girək. IP configuration hardadır? DCP seçək. Aha. DCP seçdik. Bizdə gözlənilən nəticə olmadı. Hər PC öz şəbəkəsində avtomatik olaraq IP almalıdır. Gördüyünüz kimi DCP seçən kimi avtomatik olaraq aldı. DCP də bildiyimiz kimi IP configuration hər cihaz üzərində avtomatik olaraq IP və yaxud da ki subnet mask, default gateway, DNS server kimi özəllikləri avtomatik olaraq təyin eləyir. IP-sidir, subnet mask dediyimiz kimi. Məsələn, PC1-dən şəbəkə 1, yəni öz gateway-nə ping atmağı yoxlayaq. Command prompt-dan girək. Terminal yox, command prompt. 92.168.1.1. Aha, gördüyümüz kimi hamısını replay from 1.1-dən gəldiyini göstərir. Receive 4-ü də çatır send və loss 0% itkisinin olduğunu göstərir. Bir də nəmin PC1-dən serverə ataq ping. Buradan, yəni buradan düz switchə, switchdən router'a, serverdən də routerdan da serverə. Bunun üçün isə ping 192.168.10.10 yazaq. Bəli, PC0-dan da serverə, buradan switchə, switchdən router'a, serverə kimi gəlir və send 4-ü də çatır, itki faizi 0-dır. Test, bir də ACL testlərini yerinə yetirək. Girişə nəzarət. İlk olaraq şəbəkə 3 məhdudəndə, məsələn PC1 üçün yox, PC11 hansıdır? Şəbəkə 3 üçün PC əmrində istifadə edilən şəbəkə 3 üçün istifadə edilimiz də PC11 idi. Məsələn biz burada 10-da, yəni bu 5 PC-dən birini seçə bilərik. Məsələn ping 192.168. Bu nəticəsi uğursuz olmalıdır. Şəbəkə 3 məhdudiyyəti qoymuşdu çünki orada. 4 dənə request timeout, yəni %100 faiz itkisi olacaq. Amma PC1-də yoxlayanda isə şəbəkədə bir HTTP icazəsi vermişdi. PC6-dan ya da 7-8 burada şəbəkə 2 üçün yoxlasa isə HTTP məhdudiyyəti uğurlu olmalıdır. Gördüyümüz kimi burada PC11-də uğursuz oldu. Bu 5 PC-in 5-ində də yoxlasa uğursuz olacaq. Gələk şəbəkə 1 üçün yoxlayaq, məsələn PC1-də. Ping 192.168.10.10. Bu uğurlu olmalıdır artıq. Enter basaq. Çünki biz burada HTTP icazəsi vermişdik. Dəqiqə. Orada əmr problemi oldu. Bir dənə configuration terminalı keçək burada routerdə yenə. Serverdə problem olduğunu gördüm. Serverə yerə yoxlayaq. IP adres yenidən təyin edəcəm. Çünki itki oldu hamısında. Nə səhv yazdım yenə. Bir də məsələn FTP məhdudiyyəti qoymuş şəbəkədə. Məsələn PC6-ya daxil olaq. Desktopdan, command promptdan ping 92 168 10.10 yazaq. Router üzərində ACL-lərin interfeysi tətbiq elədik. Biz indi ACL statuslarını yoxlamaq üçün routerda
Biz x deyək. Show access list cəmləyək. Buradakı bütün acilləri və onlara uyğun sayğacları göstərir bu hissələrdə. Sonra məsələn hər qaydanın neçə tətbiq olunduğunu göstərir. Məsələn burada 3-cü şəbəkə üçün DNI 10, 20-ci permit eni, 110 üçün olan hamısını göstərir. Yəni 10, 20, 30 nələr təmin edilmiş onu göstərir. Məsələn bir də ola bilər interfeysin statuslarını görmək üçün show IP interface yazaq. Məsələn gigabit 02 üçün Ctrl+V-yə basaq hamısını göstərsin. Burada məsələn ACL-nin tətbiq olduğunu doğrulamaq, yoxlamaq üçün görürük. Həqiqətən də doğrulanıb. Proxy RP enable məsələsi enable vəziyyətindədir. Bizdə məsələn bir də DHCP statusunu yoxlaya bilərik. DHCP statusunu yoxlamaq üçün isə show IP DHCP pool yazaq. Pool. Bu da ki DHCP pool məlumatlarını göstərmək üçün istifadə olunur. Network 1 üçün məsələn göstərir bir subnetin poolunu, total IP adresini, subnet maskını, yuxarı mı aşağı mı, high məsələn %0, aşağısı 0, yuxarı vəziyyəti 100, total adresini 254, yəni hər şəbəkə üçün olanları göstərir. Bir də show IP DHCP binding yazsağı isə bu DHCP statusunda DHCP paylamış ünvanlarını göstərmək üçün istifadə olunur. DHCP yazaq. Bu DHCP paylamış ünvanlarını göstərir. 3.1, 3.1 hansı ünvanlardan yenə ayrı-ayrı şəbəkələr üçün istifadə olunanları göstərir. Routing cədvəlini görmək üçün də bildiyimiz kimi marşrutlama cədvəlini, daha doğrusu show IP route yazsaq göstərir. Hansı adreslərdən 1.0-dan, 2.0-dan, 3.0-dan hamısını göstərir və istifadə edilmiş interfeysləri, 2 subnet maskının olduğunu göstərir. Gördük. Nəticə olaraq biz topologiyanı göstərdik. Topologiya vəziyyətin, yəni yamaşın hər şeyin doğru olduğunu göstərir. Router 3 dənə switch, 012, 1 DHCP server və hər switchdə də 5 PC veririk. Sonra IP planları və port paylanmasına yeni yetirdiyi router interfeyslərinə 3 dənəsini istifadə edirik. 4-cüsünü də əlavə edib DHCP-yə qoşduq faz Ethernet modulunda gördüyümüz ki konfigdə. Piskalda məsələn bu 4 moduldan birini istifadə edirik. Serverin IP-si subnetləri yerinə yetirdik. Sonra məsələn routerlarda konfigurasiyaları yerinə yetirdik ümumi serial prosesində. Bunu aşağıdan deyərək bütün əlaqənin yaşıl işləv vəziyyətə gətirdik. Sonra DHCP konfigurasiyaları yerinə yetirdik. DHCP poolların düzgün qurulmasını yerinə yetirdik. ACL-ləri yaratdıq və yoxladıq ki PC-nin məsələn şəbəkə 3-də PC-sində command promptda yadınızdadırsa network üstə bloklandığını göstərirdi. ACL-lərin interfeyslərini göstərdik. Məsələn extended ACL və standart ACL-lərin əmrlərini, sonra ping testlərini yoxladıq. Və nəticə olaraq routerda da CLI hissəsində show access list, IP interface DHCP binding və show IP route sonunda maşınlama cədvəlini göstərərək show komandalarını hər şeyi göstərdik. Nəticə olaraq bu tapşırıqda biz 29.11 router variantını istifadə edirik və 3 müxtəlif LAN şəbəkəsi üçün DHCP xidməti qurduq. Standart və extended ACL-lər, yəni girişə nəzarət siyahılarla trafikə nəzarət filtrasiyasını yaradaraq router interfeysinin tətbiqini yerinə yetirdik. ACL-lər vasitəsilə müəyyən trafiklərə icazə verdik və bəzi trafiklərdə məhdudlaşdırdıq. Məsələn, şəbəkə 3-ü təbliğ etdik. Yoxlama testləri nəticəsində ACL qaydalarının düzgün çalışdığını təsdiqlədik və trafik filtrasiya şəbəkə təhlükəsizlik prinsipləri praktik olaraq tətbiq yerinə yetirdik. Sonraki tapşırığımızı da yerinə yetirəcəyik. Bu bir sonraki videomuz olacaqdır və sonraki videomuzda şəbəkədəki loop problemləri və STP ilə müdafiə olacaqdır. Onu post olaraq paylaşmışam və tezliklə o videonu da çəkib davam edəcəm. Videonu bəyəndisə kanalıma abunə olub like atmaqla dəstək ola bilərsiniz. Nəsə bu mövzu ilə sualınız varsa yorumlar hissəsində, şərh hissəsində qeyd edə bilərsiniz. Sonraki mövzumuzda şəbəkə loop problemi STP müdafiəsində və 10 diskopaki tezdə yeni yetirilməsində görüşənədək hələlik sağ olun.